Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve huve hayru nasirin ve mu'in. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Hazreti Emirel-Müminin Ali ibn Abi Talib aleyhissalam Kumeylə tövsiyə eləyir, sifariş eləyir. Ya Kumeyl, el-ilmu hayrun minel-mal. Elm maldan daha xeyirlidir. El-ilmu yəhrusuke və əntə təhrusul mal. Elm səni qoruyur, səni hifz eləyir, səni izzətli eləyir, səni qüdrətli eləyir. Amma malı isə sən qoruyursan, sən malın, sərvətin qoruyucususan, yəni onun mühafizəçisisən. Həzrət Əmirəl-Müminin bu hədisdə buyurur ki, insanın vüqarı, insanın əzəməti, insanın hər cəhətdən gözəlliyi onun ilahi elmə sahiblənməsidir. Və başqa bir hədisdə Həzrət Əmirəl-Müminin yenə Kumeylə tövsiyə eləyir, nəsihət eləyir. Ya Kumeyl, innə hadihil qulubə əvaiyətun fəxayruha, əvaaha fəhvəz annimə əquləkən nasu sələsə. Buyurur ki, ey Kumeyl, qəlblər bir qaba bənziyir. Hər bir qəlbin bir tutumu var, zərfiyyəti var. O qəlblərin tutumu və zərfiyyəti daha yaxşıdır ki, o qəlbdə ilahi hikmət, elm olsun. İlahi elmdən o qəlbin payı olsun, nəsibi olsun. Hər nəyi sənə öyrədirəmsə Kumeyl, bunları öyrən məndən ki, o hikmət, o elm sənin qəlbində yer tapsın. Və ardıca Həzrət Əmirəl-Müminin buyurur ki, insanlar üç dəstədir. Bir dəstə insanlar Allahı tanıyan insanlardır. Allaha mərifətli, elmi olan insanlardır. İkinci dəstə özlərini tərbiyə eləmək üçün, özlərini islah eləmək üçün, doğruçulardan, qurtuluş əhlindən olmaq üçün elm əldə eləyən dəstədir. Bunun üçün öz nicatları üçün, xoşbəxtçilikləri üçün, Allaha qovuşmaları üçün elm öyrənirlər. Hədəfləri budur ki, o elm onları Allaha çatdırsın. Üçüncü dəstə var ki, hər səs-küyün dalıca gedən dəstədir. Və həməcun rəaun ətbə'u kulli naiqin yəmli'unə mə'a kulli rihin ləm yəstəzi'u binuri ilmi və ləm yəlcə'i ilə ruknin vəsiq. Yəni, üçüncü dəstə o elm dalıca düşənlərdir ki, onlar elə hər səs-küyün dalıca gedərlər. Diqqət eləməzlər, bu elm məni həqiqi o qüdrət sahibinə, xaliqimə, Rəbbimə çatdırır ya yox. Elə hər nə elm olsa onun dalıca düşərlər. Onlar deyir, o elmdən heç bir nəsibləri olmaz. Çünki o elm yalancı bir elmdir. O elm hədəfə çatdırmayan bir elmdir. O elmdə möhkəmlik, o elmdə həqiqi səadət yoxdur. Başqa bir hədisdə Əmirəl-Müminin Əli əleyhissalam buyurur, əla, agah olun, diqqətli olun. Lə xayrə fi ilmin leysə fihi təvəhhüm. O elmdə xeyir yoxdur. Hansı elm? Leysə fihi təvəhhüm. O elmdə düşüncə, təfəkkür olmasın. Öyrəndiyin bir şeyin həqiqətini düşünməyəsən. Oxuduğun bir şeydən nəticə çıxarmayasan. Təfəkkür yəni nəticə. Təfəkkür yəni oxuduğunu bir mənada ruhunla, canınla həzm eləmək. Əla, agah olun, xəbərdarlıq edirəm. Lə xayrə fi qiraəti leysə fiyhə tədəbbür. Əgər Quran qiraət eləyəsən, fərq eləmir, hədis oxuyasan, müəyyən bir ilahi elmlə məşğul olasan, onda xeyir olmaz, məgər ki, onda tədəbbür eləməyəsən, düşünməyəsən, nəticə çıxarmayasan. Ardıca buyurur, əla xeyrə fi ibadətin la fiqhə fiyhə. O ibadətdə, o bəndəçilikdə xeyir yoxdur ki, onda düşünməyəsən, düşünərək ibadət etməyəsən. Ona görə Qurani Kərimdə
düşünmək o qədər mühüm məsələlərdəndir ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, nə üçün düşünmürsünüz? Nə üçün az düşünürsünüz? Əksəriyyət ayələrdə var. Lə yənqilun, onlar düşünmürlər. İmam Sadiq əleyhissalam hədisdə buyurur ki, mən təalləmə lillahi və amilə lillah. Hər kəs Allah üçün öyrənə. Öyrəndiyin elm Allah üçün olsun. Allaha yaxınlaşmaq qəsdi ilə olsun. Lillah, Allah üçün olsun. Və amilə lillah. Və Allaha görə əməl eləyəsən. Allaha yaxınlaşmaq qəsdi ilə o öyrəndiklərini əməllə həyata keçirdəsən. Və alləmə lillahi duayyə fi mələkutis səmavati azimə. Allah onu bağışlayar və yerin göyün mələikələri onun bağışlanması üçün Allahdan istiğfar diləyərlər. Niyə? Çünki Allaha xatir öyrəndi, Allaha xatir əməl elədi. Ona görə yerin göyün mələikələri onun bağışlanması üçün istiğfar eləyərlər. Ardıca buyurur. Allah ona öyrətdi, Allaha görə öyrəndi və əmələ lillah. Allaha görə öyrəndiyinə görə, Allaha görə əməl etdiyinə görə Allah da ona öyrətdi. Allah da ona əməl eləməkdə tövfiqat verdi ki, ona əməl eləyə bildi. Bu isə düşünmək və əməl eləmək haqqında. Və salamu aleykum və rəhmətullah.